Sənin beyninə gələn onda düşüncələr sənin deyil. Sənin deyil, hamısı sənin deyil. Yəni insanların çoxundan söhbət gedir. Uğursuzluq və yaxud da qeyri-xoşbəxt həyat, hər hansı bir travma. Bunlar axı insanın həyatı, bu insanın öz düşüncəsi deyil. Nə vaxtsa yaşadığı hər hansı bir travmadır, nə vaxtsa kimsə ona uşaqlıqda və yaxud da anası, atası tərəfindən, müəllim tərəfindən hər hansı bir deyildiyi bir ağır sözdür, oturub ona. O artıq yad insanın sözüdür. Bu sənin öz mental bədənini darmadağın eləyir. Yəni o sənin düşüncəni artıq darmadağın eləyir. Daha sonra gəlir bizim karmik bədənimiz. Karmik bədənimiz bizim bütün həyatlarımızın, bütün varoluşumuzun, bütün nə qədər ki biz bu yer kürəsində yaşayırıq, hamısının kimə nə eləmişik, kimə necə baxmışıq, kimi harda müzakirə eləmişik, hamısını orada yazır. Siz onu oradan heç bir halda silə bilmərsiniz. Karma deyirləri yox eləmək. Onu mümkün olan bir şey deyil. Karma yox olmur. Yəni karmanı yox eləmək üçün insanı yox eləmək lazımdır. Bəzən biz izah eləmişik ki, dəyişmək istəyirsənsə çətinliklə üzləşirsən, kainat sənə sınaq verir. Tamam. Bu bunun bir tərəfidir. Amma digər tərəfi isə sən artıq dəyişməyə qərar vermisənsə, dəyişmək istəyirsənsə, sənin bundan öncə elədiklərin var axı. Kimisə haqqına girmisən, kimisə müzakirə eləmisən, kimisə demisən ki, o çox da yaxşı insan deyil və yaxud da kimisə cibinə girmisən, misal olaraq kimisə aldatmısan, sən onların başlayırsan cavablarını verməyə. Əgər sən dəyişmək qərarı verməmisənsə, sən onların cavablarını ən ağır şəkildə verirsən. Sadəcə baxır, başa düşdüm. Yəni əgər dəyişməyə qərar vermisənsə, yüngül elə, yüngül keçəcək. Sənə yüngül verəcək. Çünki niyə sən fərqinə varırsan? Niyyətin təmizdir. Niyyətin təmizdir. Sən artıq özünə fokuslarsan, sən artıq dəyişmək istəyirsən. Dəyişmək istədiyin andan etibarən bütün sistem sənə başlayır kömək eləməyə.